Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Akşamınız hayırlı olsun. Gelen günlerinizde Allah Teala hayran beddel eylesin. İşlerinizi avant eylesin. İlerideki söhbətlərimdə Habil'i öldürməsi, qətlə yetirməsi haqqında 3 növ, yəni nəzəriyyə, fikir söylədim. İndi isə 4-cü nəzəriyyə belədir ki, yəni 4-cü Habil'i öldürmək məsələsi belədir ki, Habil ilə Şeyh Peyğəmbərin öyrətləri Adəm və Havva düzələn toprağın qalıqlarından xalq olunublar. 5-ci nəzəriyyə isə belədir. Habil ilə Qabilin aralarında olan ixtilafın səbəbi və Qabilin Habili öldürməsinin səbəbi Adəmin xilafət, yəni canişinlik haqqında Habilə etdiyi vəsiyyətdir. Belə ki, Adəm əleyhissalama Allah Teala əmr etdi ki, övladlarından birini öz yerində canişin təyin etsin. Adəm əleyhissalam da öz-özünə fikirləşdi ki, mən necə edim ki, bu iş ədalətli olsun. Odur ki, Habil ilə Qabili çağırıb bu məsələni onların hər ikisinə dedi və əlavə buyurdu ki, bu iş ədalətlə olsun deyə hər ikiniz öz zəhmətinizdən qurbangaha qurban aparın. Hansınızın qurbanı Allah dərgahında qəbul olunsa, o mənim canişinim təyin ediləcək. Onlar da öz zəhmətlərindən, yəni Habil qoç, Qabil isə buğda dərzi apardı və Habilin qurbanı qəbul olundu. Şeytan da Qabilə vəsvəsə etdi ki, bu gələcəkdə sənin övladlarının, Habilin övladlarının yanında dillərinin küt və üzlərinin kölgəli olmasına səbəb olacaq. Odur ki, Qabil də Habilə qarşı kin və həsəd yaranıb onu qətlə yetirdi. 6-cı nəzəriyyə belədir. Adəm ilə Havvanı topraqdan yarada bilən Allah Teala onların oğlanları üçün başqa bir aləmdən həyat yoldaşı göndərdi ki, insanların çoxalmasına səbəb olsun. 7-ci fikir belədir. Qabilin Habili öldürməsinin səbəbini Əyyaşi öz təfsirində belə yazıb. Bir gün Süleyman İbni Xalid deyir, İmam-ı Sadiq əleyhissalama ərz etdim ki, canım sənə qurban, cəmaat Adəmin qızını öz oğlu ilə evləndirdiyini deyirlər. İmam əleyhissalam buyurdu, ey Süleyman, bilmirsən ki, bir gün Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, mən bilsəydim Adəm əleyhissalam öz qızını oğlu ilə evləndirib, mən də qızım Zeynəbi oğlum Qasımə verərək Adəmin dinindən tabiçilik edərdim. Sonra imam buyurdu, Qabil Habili Adəmin canişinlik vəsiyyətinə görə öldürdü. Çünki Adəm xilafəti və ya canişinliyi Habilə tapşırdı. Qabil Habildən böyük olduğuna görə elə zənn edirdi ki, ucalıq yaşın çoxluğu ilədir, yəni böyüklük ilədir. Yeri gəlmişkən bir məsələni yadınıza salım ki, biləsiniz ki, elm atalar deyib yaşda deyil, başdadır və ya Əllamə-i Hilli 6 yaşında deyilənlərə görə müstəhillik dərəcəsini almışdı. Yəni insana qiymət onun təvazökarlığına və elminə və gözəl əməllərinə görə verirlər. Ona görə də Qabil özünü bu işə Habilin irəli hesab edirdi. Sonra onlar ataları Adəmin məsləhəti ilə qurbangaha qurban apardılar. Habilin qurbanı onun təvazökar və səxavətli olmasına və təqvasına görə qəbul olundu.
Kabil ise özünü Habil'den üstün hesap ettiğine göre onun kurbanı kabul olunmadı. Çünkü Allah tevazukarları sevir. Gururçuları ise Allah sevmir. 8-ci nəzəriyyə isə belədir ki, Allah Teala həm Qabil və həm də Habil üçün huri göndərdi. Belə olan halda da Qabil Habili öldürməzdi. Deməli, belə məlum olur ki, Qabil Habili fəqət xəlifəlik, yəni canişinlik məsələsinə görə qətlə yetirib. Çünki şeytan Qabilə vəsvəsə edərək deyirdi ki, bu canişinliyin indinin özündə sənə bir ziyanı yoxdur. Amma gələcəkdə Habilin övladları sənin övladlarının yanında özlərini öyərək deyəcəklər ki, biz babamız Adəmin canişinliğin övladlarıyıq. Yəni biz sizdən üstünük. Onda sənin övladlarının dilləri küt olub, onlara bir cavab verə bilməyəcəklər. Şeytan o kadar bu noyu sözlerle Qabilə vəsvəsə etdi ki, axirəl əmr Qabil öz qardaşı Habili 19 yaşında ikən qətlə yetirdi. 9-cu nəzəriyyə Təfsir Nurus Səqaləyində 1-ci cildin 637-ci səhifəsində belə deyir: heç noyu doğma bacı qardaş evliliği qəbul edilmir. Əhl-i Beyt imamları bildirirlər ki, şəriətin heç bir dövründə heç bir peyğəmbər üçün doğma bacı qardaş evliliği halal olmayıb. İmam-ı Sadiq Aleyhisselam buyurub, Allah Adəm övladlarının doğma bacı qardaşla evlənməsini halal etməyib. Allah Teala Adəm Aleyhisselamın övladları üçün başka bir yerden insan simasında hayat yoldaşı yarattı. 10-cu nəzəriyyə Əhl-i Beyt məktəbinə görə insanların artmasına göre Allah Adəm Aleyhisselam ve Havva için başka bir yerde, yani cennette veya yerde başka kadınlar veya kızları üçün de başka kişiler yarattı. Onlar Adəm Aleyhisselamın övladları ile evlendiler. Bu noyu fikir Əhl-i Beyt məktəbinə daha uygun ve temiz nəsil prensipi ile uzlaşan bir izahdır. 10-cu nəzəriyyə Allah Havva kimi yeniden kadınlar yarattı veya yerin başka bir yerinden insan cütlükleri yarattı. Onlar Adem'in övladları ile aile kurdular. 12-ci nəzəriyyə Allah Teala hiçbir zaman fitrete ve təbiətə zidd olan bir iş görmez. Eğer Allah bize indiki dövrdə məhrəmi haram edibsə, deməli əvvəldə də bu noyu işi bizə haram edib. 13-cü nəzəriyyə İmam-ı Sadiq Aleyhisselam buyurub, şübhəsiz ki Allah Adəm üçün Havvanı yarattı. Sonra Havvadan başka da diğer zövcələr yarattı. Adem'in her bir övladını öz əkizi olmayan biri ile evlendirdi. Hiçbir əkiz kardeşi öz bacısı ile evlendirmedi. Bildiğiniz kimi Havva həmişə 2 övlad bir bətində dünyaya gətirirdi. Biri oğlan, biri kız. Bu noyu dünyaya gelen uşaqlara əkiz deyilir. Bacı ile kardeşi birbirleriyle evlenmesi Allah'ın haram buyurduğu işlerdendir. Mənbə Təfsir-i Nurus Səqaleyn cild 1 səhifə 637. Həmçinin Biharul Ənvar cild 11 səhifə 221. 14-cü və sonuncu nəzəriyyə Əmir el-Müminin Əli Aleyhisselam buyurub, əgər xalqların nəsli qardaş və bacının, yəni zina, yəni haram yol ilə törəsəydi, nəsillər təmiz olmazdı. Lakin Allah Teala Adəm Aleyhisselamın belinden olmayan, yani nesli olmayan kadınlar yarattı ki, Adem'in oğulları onlarla evlensin. Təfsiri Bürhan 1. cild səhifə 446. Nəticə budur ki, Əhl-i Beyt məktəbi bununla nəyi vurğulayır? 1. Təmiz nəsil, 2. zinadan uzaq başlanğıc, 3. Allah'ın her şeyi öz hikməti ilə yaratması, 4. isə insan nəslinin təbiətə və fitrətə uyğun şəkildə artması. Bizim Adəm, Havva, Habil və Qabil haqqında bildiklərimiz bunlardan ibarət idi ki, bildiklərimizi siz əziz və hörmətli dinləyicilərimizə Allah'ın inayəti ilə
çattırdık. Allah'ımıza min şükürler olsun ki bize bu işte müveffakiyet nasip etti. İlahi bizim hamımızın akıbetimizi hayırlı ile. Bizi İslam'ın həqiqətləri ile tanış et. Nadanlık ve cahillikleri öz lütuf ve kereminle bizlerden uzak et. Bizi şeytanın vesveselerinden öz amanında sakla. Bizi şeytana galip ile. Bizi nefsi emmareye galip ile. Bizi öz ihtiyarımıza bırakma. Nezerimizi üstümüzden çekme. Bizi düz olan hoşnut olduğun yollara yönelt. Bizim imtihanlarımızı bizlere asan ile. Ölenlerimizi qəribi rəhmət ilə, qalanlarımızın canlarımızı salamet ilə. Kimin nə İslami arzuları var icabət ilə. Xəstələrimizə şəfayı acil nəsib ilə. Övlad arzusunda olanlara övlad nəsib ilə. Kasıbçılıqla heç kəsi imtihan etmə. Əskərbarlarımızı öz amanında saxla. Ölkələr arasında sülhü bərqərar elə. Hususan ülkemizin bayrağını uca ile, çetinliklerimizi asanlaştır. İmam-ı Zaman ağamızın canın selamet ile zuhurun təcil ile. İndi ise siz aziz ve hürmetli bacı ve kardeşlerimizi Allah'a emanet edip sizden ayrılırım. La hevle ve la kuvvete illa billahul aliyyul azim. Ve sallallahu ala Muhammedin ve ali teyyibine tahirine me'asumin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sağ olun, selamat kalın. Gelen günümüzde Ali Ekber ağamızın Əhl-i Beyt'ten ayrılıp meydana dövüşe gitmek istemesine ait olan söhbete başlayana kadar. İndi ise geceniz xeyrə qalsın, yuxunuz şirin olsun.